insan haqları tapdalandı, körpə uşağa şiddət göstərirsən. Bütün Allahın qoyduğu nizam və intizama əks gedən varlıqlar şeytan salih. Hər bir hadisənin görünən və görünməyən tərəfi var. Biz görünən tərəfini görürük. Allah üçünsə görünməyən tərəf yoxdur. Əbədi yaşamaq istəyir, amma əbədi yaşamaq çox biabırçılıqlı bir şeydir. Cəmaatın gözünü bezdirərsən, hamının zəhləsi gedər səndən. Təsəvvür hamı ölürsən, qalırsan. Hanı bəs görən nə oldu, məni dərd-ü qəm tükətdi, niyə gəlmədi, yubandı, nə edib bəhanə gəlməz? Yəqin ki, hazır deyil, ona görə gəlmir də. Allah rəhmət etsin Nəbatiyə, onun Nəbatinin qəzəlidir. Nədən oldu ti pəriveş, dəxi bir bu yana gəlməz. Məgər ol xərabə evdən o sanıb cəzanə gəlməz. Ümumiyyətlə, bizim klassik ədəbiyyatımızda bunu biz həmişə demişik, yəni də təkrarlayıram ki, həsrət, intizar dolu şeirlər İmam Zaman həsrətində yazılan şeirlərdir. Ancaq şeirin üçün gözəlliyi onun üstü örtülü olmağında. Üstü örtülü olsa da bildirmir nə var nə yox, amma bütün klassiklər eyni həsrətdən, eyni intizardan yazırlar. Rəhmətli məsəl üçün Nəsimidə var, könlümü yandırdı hicrün ey nigarım, hardasan. Düzdür, könüldə bunu həyat yoldaşını axtarır, Hələb küçələrində. Ancaq ki, bu İmam Zaman həsrəti ilə yazılan şeirdə də hər iki aləmdə varım, hardasan falan belə. Ümumiyyətlə, Nəsimi şeiriyyatında bu iki söhbəti çox var da, dünya, axirət. Ümumiyyətlə, ikilik deyilən bir şey var ki, bu dünya ikilikdən ibarətdir də. Ağ, qara, yaxşı, pis, mənfi, müsbət, kişi, qadın, gecə, gündüz, xeyir, şər, hər şey ikilikdir. O ikilik bu dünyaya aiddir. Bu ikiliyin içərisində bir dənə ruh var ki, insanın cisminə daxil olub. Bu ikiliklərə sığıb bir dənə can var. O da bir müddət qalır, yerinə qayıdır. Amma həsrət dolu şeirlər ki, İmam Zaman həsrətində yazılır. Amma üstü örtülü yazılıb. Kim necə istəyir, başa düşsün, hər kəsin öz nigarının, sevdiyinin, gözlədiyinin gəlməsi var da. Amma bunlar elə rəmzi işarələrləndir ki, bu yazılar ki, İmam Zaman həsrəti ilə yazılan şeirlər. O rumuzatdan, yəni rəmzlərdən bilinir ki, məsələ tamam başladı. İmam Zaman həm müntəzirdir, həm müntəzərdir. Biz müntəzirik, gözləyənik. Müntəzər gözləniləndir. İmam həm müntəzirdir, həm müntəzərdir. Niyə? O nəyi gözləyir? Cəmaat onu gözləyir. O nəyi gözləyir? O da elə cəmaatın düzəlməyini gözləyir. Çünki sonuncunun qeybə çəkilməsi 11-nin aldığı şiddətdən irəli gəlir. Qoruya bilmədiniz, saxlaya bilmədiniz. Bu neymətlər ki var idi, verdik sizə. Öldürdünüz. Biri deyər, mən öldürmədim. Yox. Öldürənlərə malik olmadınız. Bundan gedir söhbət. Buna belə bir təşbih misal getirirlər ki, elə bir yenə ki, küçə qaranlıqdır, bir dənə projektor qoyulmuşsan oraya. Ki, cəmaat üçün axşamlar rahat olsun, işıqlı olsun. Bu cəmaat gəlib lampısına vurursundur. Səhər birini də bağlayıb qoyursan, birini də sındırırlar. O bir hələ bu minvalla 3 dəfə, 5 dəfə, 10 dəfə, 11 dəfə, axır yağcın ağıllanarsınız, işıq vuraram siz üçün. Qoy biraz qaranlıqda qalın, onun acısını çəkin. Yəni, cəmiyyət gərək təfəkkür baxımından inkişaf eləsin. Başa düşsün insan ki, onun ruhunun nəyə ehtiyacı var? O bayaq boş-boşuna demədim, o içəridə olan bir ruh. Onun nəyə ehtiyacı var? Tutalım, ibadətdirsə, bəzən adamlar ibadət eləyəndə bilirsiniz, necə ibadət eləyirlər? Deyir ki, mən Allaha ibadət eləyirəm, o da mənim üçün eləməlidir də.
Belə başa düşür. Hələ bilirlər ki, Allah üçün nəsə elədilər. Amma Allah deyir ki, bu ibadət sənin özünə Yenə lazımdır. zəhmət olmasa cavab verərdiniz mənə. Bu niyə yanlış fikirdir? Deyərəm niyə, amma o fikrimi çatdıram. Ruhun əslində ehtiyacı var ibadətə. Ruhun ruhani qidaya ehtiyacı var. Sənin ruhun paklaşmalıdır ibadətlə. Bu ibadətlə nə mələklərə naz eləyə bilərsən, nə Allaha naz eləyə bilərsən. Bu ibadət sənin ruhun kamilləşməsi üçündür. Məqsəd ruhun kamilləşməsidir. Və insanın ümumiyyətlə Allahla deyirsən nədən irəli gəlir bu ya, səbəb nədir? Ümumiyyətlə insanın bütün problemləri irəli gəlir təkəbbürdən. Təkəbbürün nə qədər şöbəsi var? Ego da təkəbbürdür yoxsa yox? Bütün günahlar təkəbbürdən doğur da. Bütün insan özü-özünə o qədər önəmli gəlir ki, mən səcdə eləyirəm, mən namaz qılıram, mən. Bu mən yıxır insanı ki, İmam Sadiq əleyhissalamdan soruşurlar ki, insanla Allahın arasında olan maniyə nədir? Pərdə, hasar nədir? Deyir, ənə. Ərəbdində mən deməkdir. Mənəmlik, mən. Yəni, müasir dildə ona ego deyirlər də. Ego insana imkan vermir ki, Allahı tanısın. Hətta ibadət eləməyi özünə qəbul eləmiş varlığa qarşı da. Özü üçün bir dənə Allah düzəltib, içində büt, adını qoy belə bu tək olan Allah budur və buna ibadət eləyir və minnət də qoyur ki, bəs mən ibadət eləyirəm də, sən də eləməlisən. Bu cür, təsadüfüdür ki, Allahın adlarından biri Mənnandır. Yəni, minnəti Allah qoyar. Mənnan, yəni minnət qoyar. Əslində, mənə minnət olsun ki, mən sənə ibadət eləyirəm və bunu ilə ruhum paşlaşır. Bu bənzər bilsin, bulaqdan su içirsən, istifadə edirsən, bulağa minnət qoyursan. Bulağın ehtiyacı yoxdur, sən ondan su içəsən, əl üzü yuyasan, sənin ehtiyacın var. Amma fakt odur ki, mən bulaqdan istifadə edirəm. Məsələ Allah mövzusuna gəlib çıxdı. Bu qədər lütfün qarşısında insanın bu cür davranmağı, hətta ona ibadət eləməyi, nankorluq, siz onu dəqiq fraza ilə, sözlə izah elədiniz, amma sualım elə o nankorluğa ad tapmağını idi ki, yəni o da Quran-ı Kərimdə qeyd olunur ki, mən biləni insan özü-özünə zalimdir. İnnəl insana li rabbihi lekanud. İnsan Rəbbinə qarşı nankordur. Nankordur. İnsan zülm eləyirsə, özü-özünə zülm eləyir. Allaha zülm eləmiş hesab olunmur bu qədər lütfün qabağında. Onun üçün gərək biz başa düşək, zülm deyəndə cəmaət elə bilir ki, kiməsə fəqət əziyyət verməkdən, xeyr, əziyyət verməkdən, mən dalınca danışıramsa, mən sənə haqqı tapdalayıram, zülm eləyirəm. Heç sən mənə tanımırsan. Dur deyərsən ki, bu kimdir ki, mənə zülm eləsin? Amma haqqıya girdim də, dalınca danışdım. O demək deyil ki, tapım səni, nə bilim, sənə təcavüz eləyim filan, bundan getmirsə də, güc tətbiq eləyim, yox. Zülm budur. Yəni, kimisə haqqını tapdalaysan, olursan zalim, haqqı tapdalınan olur məzlum. Bir dənə də var munzəlim, sevir ki, onun haqqı tapdanılsın. Haqqı tapdanılmağı sevən insan var, o məlundur. Niyə? Sabah ona imkan versin şəraitdə yarasın. Zalimdən betər olar bu mənzələ. Demək, Allah da məzlum olur. Nə vaxt olur Allah məzlum? Quranda dəfələrlə orada deyilir ki, ən zülm bir iş, ən zalimcəsinə görülən iş Allahın haqqını tapdalamalıdır. Məsələn, Allahın adından danışırsan, Allaha böhtan atırsan, əşi Allah keçər filan belə şeylər. Allahın boynuna şər atırsan, bunlar özü zülümdür. Ona görə də belə bir söz var. Həm el arasında var bu söz, həm də dinimizdə var da. Haqqullah var, haqqunnas var. Qul haqqı deyirlər ha. Haqqullah odur ki, Allahın haqqına girmirsən. Allah biləcəksən. Bir də var insanların haqqına girirsən. Haqqunnas. Nas yəni insanlar. İnsan cəmi. İnsanların haqqına girirsən. Gəlməməyinin səbəbi kimi insanların hazır olmamağı, insanların nadanlığı kimi fikirlər söylədiniz ki, səbəb bu olar. Kiçik bir təşbih də var, misal da var buna ki, Kufə əhli 12.000 məktub yazıb
qol çəkib İmam Hüseyn əleyhissalamı dəvət eləmişdilər. Gəldi, Kufəyə gəlirdi. Gəldi, nə baş verdi? İmam Hüseyndən əvvəl İbn Ziyad gəldi, onları qorxuzdu, dəyişdirdi ab-ı havanı və çağırdıqları adamı öldürdülər. Dönüb çıxdılar bir qırağa, özləri öldürdülər çağırdıqları adamı. Və bugün imam zamanı çağıran insan özünü təftiş etməlidir ki, Kufəlilərin məktubu kim olmasın mənim çağırmağım. Mövzumuz dərinləşdikcə dərinləşir. Mən qeyd etdiyiniz nüanslarla da bağlı soruşmaq istəyirəm, amma mənim qeyd etdiyim suallar qalır. İcazə verirsinizsə, mövzuları bəzən yarımçıq qoyub suallarıma geri dönürəm. Necə istəyirsən fərq eləmir. Bu insanların nadanlığı ilə bağlıdır ki, səbəblərdən biri olar ki, insanların nadanlığına görə gəlməyə gecikir. Bəzən olur ki, nadan insanlarla mübarizə aparmaq vaxtında onların silahı ilə silahlanmalı olur insan. Və bu nə qədər doğru sayılır? Onların silahı ilə silahlandığı zaman onların cəbhəsinə keçməyi də gətirir, çıxardır axırlarda bu. Bunun müxtəlif tərəfləri var. Onların silahı ilə silahlanmaq, tutalım, onlar yalan danışırlarsa, sən də başda yalan danışmağa onları aldat. Əgər onların silahı haram silahdırsa, batildirsə, yox, batil yolundan düşməndən vuruşmazlar. Suyun qabağını Muaviyyənin dəstəsi kəsdi, Əli əleyhissalamın dəstəsi üçün. Amma Həzrət Əli kəsmədi. Onlar da bilirdilər. Bizim imamlarımızın siyasəti, yürütdüyü siyasət bu cür neydi? Ki, onlar hər şeyi düzgün edirdilər. Öz ziyanlarına getsə belə. Çünki dünyada olan bu ziyan deyilən bir şey ki var, bu dünyaya aid. Sən yaxşılıqdan əl çəkmə, burada ziyan da çəksən belə. Çünki bizim əqidəmizdə budur ki, insan axirəti üçün yaşayır. Amma bu o demək deyil, dünya viran olmalıdır, din insanı bədbəxt eləməlidir. Yox, sən elə düzgün yaşa, xoşbəxtsən. Düzgün yaşasan, insan xoşbəxt olacaq. Bu qanundur. Bəzən dini belə təqdim edirlər ki, din insanı bədbəxt eləyir. Məsələ burasındadır ki, bir də sual yaranır məndə. Haram məsələsi, düzgün yaşamaq məsələsi. Bəzən kasıb insanlar harama əl atırlar ki, xoşbəxt olsunlar. Bəzən insanlar xoşbəxt olmaq üçün harama əl atmırlar, amma kasıb olurlar. Söhbət məsələ nə kasıb olmaqdan gedir, nə varlı olmaqdan gedir. İnsanın təfəkkürü düzgün olsa, düz olsa, İnsan başa düşər ki, məsələ kasıb olmaq, varlı olmaqdan getmir. Məsələ xoşbəxt olmaqdan gedir. Harada görmüsən ki, varlılar həmişə xoşbəxtdir. Bu qanundur ki, pulun, varın, dövlətin gətirdiyi bədbəxtçilik daha ağır olur. Kasıblıqdan? Asuda mənəm ki, xər nə darəm, əz ab-ı ələf xəbər nə darəm. Azad mənəm ki, nə eşeğim var, nə də ki, arpadan, ələfdən, otdan xəbərim var. Yəni, problem həmişə var dövlətlə gəlir. İnsanın varı olduğu zaman problemi daha böyük olur. Niyə insanlar lüks həyat yaşamağa, varlı həyat yaşamağa? Çünki elə bilirlər, xoşbəxtçilik oradadır. Amma xoşbəxtçilik orada deyir. Allah Teala deyir, təkrar deyir ki, Əla bi zikrillah tətməinnul qulub. Ancaq Allahı xatırlamaqla, Allahı zikr eləməklə ürəklər aram olar. Sonra insan onu başa düşmür. Hər bilir ki, filan şeyim olsa daha rahat olaram. Filan şey olur, onun problemi ondan da çətin olur. Yəni, bu belədir də. Bir ömürdə belə olur. Bu hizadı, ona nə deyirlər, bu tramplini insan keçməlidir. Bu bariyeri keçməlidir. Məsələ burasındadır ki, bunun üçün müəyyən bir yaş təyin olunmuş ki... Bunu keçəndən sonra problem qurtarır, yox, daha başqa problemlər gəlir. İnsan düşür mənəvi bir fəzaya. Mənəvi fəzada qəribə şeylər görür və onda da oğul istəyirsən ki, o qəribə şeylərdən ücub yaranmasın insanda, daxili təkəbbür filan yaranması. Onun imtihanı da bağırdır.
Üzdə görürsən dənizdir, dənizin ləpəsini görürsən və salam. Amma girginən bunun dənizin içinə o vadalas bilir də içəridə nələr var. İçəridə o qədər yaradılışlar var ki, çaşıb qalırsan ki, bu nədir, o nədir. Tutalım bəsirətin açıldı, gördün, o görəndən sonra nə etməliyəm? Bundan necə istifadə etməliyəm? Üzdə olan adi xırda şeylərdə imtahandan rahat çıxa bilmirik. O dərin məsələlərdə görmürsünüz ki, bu dərinliyə baş vuran adamların çaşmağı da qəribə olur. Adi insanlar kimi çaşmırlar. Yuxarı yerdən yıxılanla, hündür yerdən yıxılanla, aşağı yerdən yıxılanın fərqi çox olur da. Ona görə olmayan qəvvası bəhri mərifət arif deyil. Qədər və iradə məsələsi. Çox müzakirələr olunub bu mövzuda. İstəyərdim Axund bizim verilişdə də, podkast Bakuda da bir də təkrar eləsin. Bu cəbrilik məsələsi filan, qədər insan öz iradəsi ilə qədərini dəyişdirə bilər. Mən çox yerdə bunu demişəm, ancaq yenə də deyim boş üstə. Qəza o qədər deyilən bir şey var ki, alın yazısı deyilən bir şey var ki, Allahın elminin uzaq görənliyidir. Allah üçün dönən bu gün sabah yoxdur. Allah üçün hər şey açıq aşkardır, görsənir. Biz bir dənə pəncərədən baxırıq, müəyyən yeri görürük. Hər bir hadisənin görünən və görünməyən tərəfi var. Biz görünən tərəfini görürük. Allah üçünsə görünməyən tərəf yoxdur. Allahın həmən bu elmi ki var ki, onun üçün görünməyən tərəf yoxdur. O hər şeyi yaxşı bilir. Onun biliyinə, həmən o bilməsinə, uzaq görənliyinə. Ona deyirlər qəza o qədər. Sadəcə olaraq biz məhduduq, o qeyri-məhduddur. Məhdudun qeyri-məhdudu başa düşməyi, anlamağı biraz çətindir. O hər şeyi görür. Biz müəyyən şeyləri görürük. Deyir ki, وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ. Heç nə əhatə eləyə bilməz Allahın elmini. O qədər əhatə eləyə bilər ki, Allah nə qədər icazə verir. Və salam. Zaman yaxşı, indi durub deyərsən ki, biz nə etməliyik? Adama deyərlər ki, sənin neyvə lazım, sabah nə olacaq? Sabah nə olacaq? Sən bugünü yaşada. Sən bugün boynuna düşən nədir? Bugün boynuna düşəni yaşamalısan sən. Sabah bəlkə sən olmayacaqsan. Sabah bəlkə tamam başqa cür olacaq. Allahdan sabahın ruzusunu istəmək ədalətsizlikdir. Allah Teala benim sabahın ibadətini səndən istəyir. Gələn Ramazan ayının orucunu səndən indi istəyir Allah. Yox. Burada gəlib çıxacaq o vaxt bəlkə heç tuta bilməyəcəksən. Üzürlü səbəbdən tuta bilməyəcəksən. Bəlkə heç sabah bu dində olmayacaqsan. Dinə gəlib çıxmışkən məsələ, insanları dindən nə uzaqlaşdıra bilər və yaxud nələr uzaqlaşdıra bilər? Əvvəl bilək ki, din nədir? Din sözünün əsas o batini mənası öz yaşayışı o Allah istədiyi ki, nizamlamağa din deyərlər. Bunda müxtəlif sahələr var da. Dində əqaid var, kəlam elmi, teizm deyirlər ona, kəlam elmi, əqaid, əqidə, yəni bu bir. İkincisi fiqh, şəriət, yəni. Üçüncüsü əxlaq, dördüncüsü irfan. Bütün bunlar hamısı bir yerdə, yəni sənin düşüncən belə, əqaid, əqidə, düşüncə, sənin düşüncən, ibadətin, yaşayışın hamı bir rəngdə olmalıdır. Yəni Allah istəyən kimi boyanmalısan rəngə və boyanmalısan da bir məcburiyyət yoxdur. Ya, la ikrah fiddin, ikrah hissi oyadar, məcburiyyət insanda ikrah oyadır axı. Elə bir şey yoxdur. Sən özün normal təfəkkürlə başa düşməlisən ki, düz yol budur da. Düz yol budur. Məktəbdə oxumayan uşaq da belə, məktəbdə oxumayan uşaq. Ona deyirsən ki, bilmək yaxşıdır, bilməmək. Bilmək yaxşıdır. Hadi bu laylay bilirsən, yat da. Bəs niyə oxumursan? Nə bilim, gəzirəm özüm üçün, nə bilim, oynayıram, vaxtımı bu cür keçirdirəm, ona görə oxumuram. Hamı bilir əslində ki, düz yol nədir? Başlayırlar ona sonra bəhanələr gətirməyə, nə bilim, siz düz demirsiniz, nə bilim, Allah zalim deyil, Allah bəndəsini bağışlayan kimdir? Bağışlamır, bağışlayır da Allah da. Amma sən neyinirsən, onun bağışlamağından suyu niyə istifadə edirsən? İnsafdır bu. Bundan gedir söhbət. Və din
Deməli, nədir? Sualımız bu idi. Din Allahın istədiyi kimi insan yaşayışını tənzimləsin, bu deməkdir. Və bu nizam və intizamdan ayrı düşən, yolundan çıxan hər hansı bir hərəkət dindən uzaqlaşmaq deməkdir. Yəni Allahın qanunundan, yəni Allahdan uzaqlaşmaq deməkdir. Ona da o şətanədəndir də, o reisdən, yoldan çıxmağa şeytan odur da, yəni bütün bu Allahın nizam və intizamına əks gedən varlıqlara şeytan deyilir. Şeytan o demək deyil ki, nə bilim, buynuz olsun, quyruq olsun. İnsanlardan da olur, cinlərdən də olur. Bütün Allahın qoyduğu nizam və intizama əks gedən varlıqlar şeytan sayılır. Hətta hədislərimizdə o vaxtın cəmaatı mikrob başa düşmürlər. Peyğəmbərimiz onu şeytan kimi adlandırır. Mikrobun özünü belə. Deyir ki, məsələn, dodağınıza düşən bığlarınızın şarib deyərlər də. Şarib rüzü aradan götürün ki, orada şeytanlar yuvasalar, yəni mikrob. Qab, qaşıq deyir, çatdaq qabda su içmə, yemək yemə. Çünki o çat yerdə şeytanlar yuvasalar falan. İndi cəmaata mikrob desəm, deyəcək mikrob nədir? O nöqteyi nəzərdən. Bütün Allahın nizam və intizamına əks çıxan hər nə varsa yolundan çıxmış sayılır, şeytan deyilir. Ona görə frazaları işlədəndə, dini terminləri işlədəndə cəmaat biraz çəkinir, qaçır, qorxur. Deyir ki, haram demə də, dinən məsləhətdir. Yaxşı, məsləhətdir. Onda sözə qulaq asacaqsan. Haram sözünü dilimizdən yığışdıraq, vacib sözünü dilimizdən yığışdıraq. Yığışdıraq. Onun yerinə modern sözlər qoyaq. Bir alternativ tapaq, bir söz qoyaq ki, hə, bu olsun belə. Axı, məna ki, eyni qalır. Sözə qulaq asmaq istəyən heç, yəni... Qulaq asmayan 50.000 bəhanə tapır. Bəhanə tapır. Dinlə bağlı, Allahla bağlı, gəlin bir xoşbəxtliyə də siz toxundunuz verişin əvvəlində. Xoşbəxtlik dinə bağlıdır, yoxsa Allaha? İndi siz məsələn, mən bu sualı hazırlayanda başqa cür fikirləşirdim. İndi başa düşürsünüz ki, dinə bağlanmaq elə Allaha bağlanmaqdır. Onu ayırmayaq bir-birindən. Xoşbəxtlik dinə bağlanmaqlandır, Allaha bağlanmaqlandır. Allahı sənə başa salan dindir. Din olmasa, dini gətirənlər, elçilər olmasa, insan necə biləcək ki, Allahı tanımaq nədir, ona yaxınlaşmaq nədir? Din Allaha gedən yoldur. İkinci bir yol yoxdur dindən başqa. Tamam? Dindən başqa Allaha gedən ikinci yol yoxdur. Bu yol səni xoşbəxt edəcək nöqtə. Məsələ burasındadır ki, bu din məsələsini sırf Allaha bağlayanda bu yolu gedənlərin səhvlərini də Allaha bağlayırlar, Allahdan küsürlər axı bəzən insanlar. Öyle oldu, baxışları düz deyil ona görə. Onlar yenə səhv çıxır. Baxış düz olmayanda əlbəttə səhvsən. Sən səhv baxırsan hadisəyə. Əyri yerdən əyriyə baxmaq onu düz göstərir. Çap baxıb düz gördüyün, düz istiqamətdirməgə. Hacı Arif Buzovnanın dediyi kimi, onlar çap baxdığına görə düz görə bilməzdən heç vaxt. Əlbəttə ki, hadisəyə gərək haqqın gözü ilə baxasan, zahirdə görərsən ki, bir başqadır. Balaca uşağı da dilləndirsən, məktəbdə oxuyan uşağı. Deyəcək ki, ay yer kürəsinin peykidir. Öyrədirlər də uşaqlara indi, düzdür. Yer kürəsi günəşin ətrafına fırlanır. Düzdür. Günəşin ətrafına fırlanır da. Belə fırlananda bir sutq olur, belə fırlananda bir il olur. Bunu balaca uşaq da indiki zamanda bilir. Amma həqiqət budur da. Amma deyəndə deyirsən ki, gün çıxdı, gün batdı. Əslində çıxan da sən, batan da sən. Buradan baxanda elə görürsən ki, gün çıxdı, gün batdı. Əslində fırlanan bizik günün başına. Məsələ budur ki, bəzi işlər var ki, onların üstündə biraz fikirləşmək lazımdır ki, bəlkə mənə elə gəlir bu belədir. Həqiqətdə bu belə deyil. Bir uşağı tutanım da 9 yaşında qız uşağını, 11 yaşında oğlan uşağını deyirsən ki, məsəl üçün namaz qıldığına, biraz görsən səhlənkarlığa girir, ciddi tapşırırsan, sənə demədim namaz qıl, oruç tut, bunlar falan.
Bunu insan haqları tapdalandı, körpə uşağa şiddət göstərirsən. Biz 7 yaşında uşağı ağlada duruxsursan yuxudan səhərin alaqaranlığında, ağlada giyindirirsən, məktəbə yola salırsan. Bu istəmir də bu uşaq. Burada haqq tapdalanmır. Həmən şeydir də. Bu qəbul olunur, o yox. Niyə? Biri elmdir, biri Allaha yaxınlaşmaqdır. Niyə o qəbul olunur, bu qəbul olunmur? Məyər mən onu pis yola yönəldirəm? Mən əgər bir adamı sağlam təfəkkür verirəm bir adama, ona başa sağlam oğurluq olmaz, yalan danışmaq olmaz, xalqın namusunu dil uzatmaq olmaz, vətənə sevgi olmalıdır, dövlətə sevgi olmalıdır, bu olmalıdır, o olmalıdır, insanları sevməlisən, kimsənin haqqına girməməlisən. Məyər bu pis yoldur? Dini fanatizmlə həqiqi iman arasındakı fərq necə olur, necə görünür? Həmin şəxslər arasında fərqi necə müşahidə edə bilərik, necə ayıra bilərik? Hansı cəhətlərinə görə? Əvvəla, biz bilməliyik ki, əsli iman nədir? Buna fanatizm deyən kimdir? Bunu bilməliyik. Kütlə deyirsə, kütlə nə bilir, nə desin. Mütəxəssis deyirsə, mütləq əsaslanmalıdır. Yoxsa mənə deyirsə, sən fanatizm desəm, o deyirsə, həqiqə, mən jüriz adamım. Bəzi adamlar o qədər özlərinə gedirlər ki, təkəbbür və yaxud dediyim o ego o qədər inkişaf edir bunlarda ki, özlərini bu dünya üzərində münsif bilirlər. Bu yaxşıdır, bu xoşuma gəlir, bunun əlası. Mənim xoşuma gəlirsə deməli yaxşıdır. Bu elə deyil, axı bu. İnsan başa düşməlidir ki, hər işin öz mütəxəssisi var. Həmişə mütəxəssislə danışanda adam təəccüblə danışır. Doğrudan, mən bu vaxtacan bunu belə bilirdim, deyir, elə deyil, bu belədir. O qədər olub ki, elə şeylər. Hansı birimiz həyatda əsl mütəxəssislə rastlaşmamışıq? Rastlaşmışıq, mütəxəssis elə bir söz deyib sənə ki, çaşıb qalmısan ki, doğrudan. Sonra da barışmısan boyuna. Hətta bizim bilmədiyimiz o qədər şeylər var ki, biz nəyə əsasən kimisə yarğılayırıq, kimisə qınayırıq, kimisə təhqir edirik. Dinimiz də icazə vermir, başqasının dinini təhqir eləmək, başqasının əqidəsini təhqir eləmək olmaz. O bu qərara gəlib. İndi bu qərarında ola bilər səhvdir. Əgər ürəyin yanırsa, ürəyin yanan bir adam kimi otur, ona başa sal. Mübahisə eləməyək ki, mən bunu bağladım, sındırdım bunu. Yox, sən onun düzəlməyini istə, əlbəttə. Bir günlük, 2 günlük həmin o əhatədə, həmin o oturub durduğun insanların yanında xal qazanmış olacaqsan, biraz onlar səni alqışlayacaqlar. Məsələ ki, bu ancaq ətrafı işləməkdir də. Həqiqəti təbliğ eləmək, həqiqəti danışmaq deyil. Həqiqəti bir adama deyəndə ona ürəyin yanmalıdır. Necə ki, bir övladın pis yola düşəndə özün necə ürəyin yanır, ona necə qayğı göstərirsən, necə yol göstərirsən, 1000 dənə dildə danışırsan ki, başa düşsün, o pis yoldan qayıtsın. İnsanın oyanması ilə bağlı biraz danışdınız bundan əvvəlki sualıma cavabda. İnsanın həyatının dönüş nöqtələri hansılar ola bilər? Bunu misallar çəkə bilərsiniz ki, insanlar onu görəndə agah ola bilər ki, bu mənim həyatımın dönüş nöqtəsidir. Burada döndüm. Dönmədim, yenə avtobanda düppədüz davam edəcəm. Dönüş nöqtəsi ancaq təfəkkürdə olur. O tövbə məsələsi var ha. Tövbə hansısa bir mərasim deyil. Tövbə insanın içərisində etiraf eləməkdir. Tam etiraf edir ki, mən düz yolda deyiləm. Saxla. Hədəf başqa yerdədir, mən tam əksinə gedirəm. Və 180 dərəcə insanın dönüşüdür. Dönüş budur. Yox, mən tövbə eləmişəm, nə bilim, araq içməyəcəm. Başqa şeylər eləyir. Bu tövbə deyil. Tövbə bütöv şəkildə insanın dönüşüdür. O da təfəkkürdə olur, düşüncədə olur. Mən yolu düz getmirəm. Elə bilginən ki, Şamaxıya getməlisən. Bir də ayrılmısan ki, dəvəçidəsən. Ki, tam əks istiqamətə gedirsən.
Sən nə etməlisən? O saat bir dənə yer tapıb razılıq eləməlisən ki, qayıdasan özü o tərəfə getməyə. Nə qədər uzaqlaşmısansa, o qədər çətinləşir. Nə qədər uzaqlaşmısan, tez ayılıb qayıtmaq gözəldir. Ona görə davamız ancaq təfəkkür davasıdır ki, sağlam təfəkkür, düzgün təfəkkür. İnsan əl-ələ salam demir, Allah deyir, rəhmət eləsin o kişiyə ki, bilir hardadır, hardan gəlib və hara gedəcək. Əsas budur. İnsan öz kursunu tutmalıdır ki, mən hara doğru gedirəm. Allah da deyir ki, inna lillahi və inna ileyhi raciun. Allahdansan, hər şey Allahındır və ona doğru gedirsən. Bunu yadından çıxartma. Deyir, insan Allahı zikr eləməklə qəlbi aram tapır. Sana da elə bir zikir budur ki, Subhanallah, Subhanallah, Subhanallah. Budur. Tək bu deyil. O Subhanallah dediyin vird. Yəni, dilin həmişə öyrəşdiyi bir şey. Adam var, söz arasında işlədir. Subhanallah, falan şey falan oldu. Amma zikr odur ki, onu qəlbi anlasın. Hiss elədim. Zikr nədir? Allahı xatırlamaq. Allahı xatırlamaq nədir? O məni həmişə görür, o məni sevir, o məni çağırır, mən ona doğru gedirəm. Vəssalam. Burada insan özünü bişirsə, kamilləşsə, çox rahat olacaq. Onda qəlbi genişlənir. Qəlb genişlənəndə xırda-mırda problemlər səni incitmir. Ora bütün o Nəsiminin dediyi dünya yerləşə bilir. Hər şey Dünyalar yerləşə bilir. Bu qədər baxın, həngamə, aləmin yaranışı, Allahın bizi yaratmağı, şeytan gəlməyi, peyğəmbərlər filan, beşməkan, bəs hardasa qeyd eləyir ki, Allah bizdən nə istəyir? Bizdən nə istənir? Nə istəyir bizdən? Hə, Allah Teala deyir ki, sən bir dənə xəzinəsən. Mən sənə ruhumdan üfürmüşəm. Məndə olan bütün xüsusiyyətlər səndə var, xasiyyətlər, sifətlər var səndə. Allahın əsma-ül hüsnası hamısı səndə var. Sən mənim son əsərimsən. Axırıncı buraxılış həmişə daha yaxşı olur da o birisilərdən. Sən mənim son yaradılışımsan, Füzulinin dili ilə desək, qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım. Bundan sonra heç sən yaratmadı ki, fətəbarəkəllahu əhsənul xaliqin. Allah Teala deyir ki, laqad xalaqnal insana fi əhsani təqvim. Həqiqətən də biz insanı gözəl bir təqvim, yəni biçimdə yaratmışıq. Özdə ki, gözəl yox, əhsən. Daha gözəl ki, ondan o tərəfi yoxdur. İnsanın içərisində o qədər potensialı var ki, bütün təbiyyəti ram eləyə bilər özünə. Öz iradəsinə ram eləyə bilər. Gözünün işarəsi ilə təbiyyəti idarə eləyə bilər insan. Kamil insandan gedir söhbət. Düzgün insandan, Allahın əsl bəndəsindən gedir. Kamil insan təbiyyəti idarə eləyərkən mən başlayayım. Əlimə gələn 5 qaba çəkim, yox, ondan getmir söhbət. Kamil insan ilahi təqdirlə barışan insandır. Kamil insan təbiət qanunlarını dəyişdirməz. Kamil insanlara neyiniblər? İnsanlara xidmət ediblər. İnsanların rifahı üçün çalışıblar. Hətta düşmənlərinə belə rəhm eləyiblər. Mərhəmət göstəriblər. Böyüyən insan bu cür olur. O dad yarımçıq əlinlə. Bir tərəf böyüyür, digər tərəfi qalır. Adını da qoyurlar ki, bu kamildir güya, amma ki, o deyil. Bu kamil insan gəlib olsa belə insan, yəni sonunda nə istəyəcək səndən? Yaxşı, kamil olduq. Kamilliyin sonu var. Hara gedəcək? Bunun axırı nə olacaq? Baxın. Sonu yoxdur, kamil İnsan, məhdud insan. Kamil insan nə qədər kamil olsa məhduddur. Yenə də qeyri-məhduda ehtiyacı var. Ölümdən sonra belə. Sonda ona qovuşmaqdır məsələ. Sonda məsələ ona qovuşmaqdır. Onun necə ki nəfəsindən bəli, ruhundan, bəli. Ölüm barəsində soruşmaq istəyirəm sizdən. İslam dinində nə oldu yəni? Ölüm qorxusu. Bütün bu məsələlərin başında, bütün dava-şavaların başında məncə düşünürəm də öz təfəkkürümdə biraz oxuduqlarımdan da irəli gəlir ki, insan ölümsüzlük olmaq istəyir. Ölümsüz olmaq istəyir.
yenə də baxış məsələsidir. Bilirsən, baxış. Bir insan ki, dünyaya bağlı insandır, hələ bu dünyada qalırsa, əlbəttə o yaşamaq istəyir. Yaşamaq istəyir. Özdə çox əbədi yaşamaq istəyir, amma əbədi yaşamaq çox biabırçılıqlı bir şeydir. Cismani olaraq? Bəli, cismani olaraq. Gərək insanların gözündən uzaq olasan. Yoxsa cəmaatın gözünü bezdirərsən, cəmaat hamının zəhləsi gedər səndən. Təsəvvür hamı ölürsən, qalırsan. Qurtla qiyamətə. Belə şey var. O ki, qaldı ölüm, Nizami rəhmətli nə deyir? Ölüm ölmək deyil, yer dəyişməkdir, fənadan bəqaya keçmək ilməkdir. Seyyid İsmin deyir, Seyyid neçə yol gəlmiş idim mülki cəhana, sədə şükür, tapıb surəti insan yenə gəldim. İnsan bu dünyaya gələnə qədər aləmi nasut filan keçir, insan şəklində gəlir, sonra da dünyasını dəyişir, başqa bir aləmə gedir. Axı, elm də deyir ki, heç nədən yaranmır, yəni boş-boşuna yaranmır və heç nədə itmir, bir haldan başqa hala keçir. İnsanın ölümü əbədi həyata getməkdir. Amma buradakı həyat sənə şans yaradır ki, əbədi səadəti seçəcəksən orada, yoxsa əbədi şəqavəti, bədbəxtçılığı. Bir, belə deyək də, vətəndaş olaraq, Allahın bəndəsi olaraq bir haqq tapıb, cürət tapıb, insan soruşmaq istəyir ki, nə olar, bir balaca da olsa, heç olmasa pərdənin arxasını yüngül göstərəydin, biləydik ki, nə var, nə yox, rahat ürəklə gələydik də. Pərdənin arasından bir damcıq, nə qədər deyirsən, göstərib, göz lazımdır görməyə. Allah özü deyir, özü. لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينَ لَوْ əgər تَعْلَمُونَ ilmimiz olsun, bilsəydiniz, ilm-əl-yəqin, elm yəqinimiz olsaydı əgər, elm yəqin. Elm yəqin bir üstə nədir? Yəni, elminlə yəqinini dağın dalından üstü çıxır, bu elm yəqindir. Dağı aşırsan, odu görürsən, bu vaxtda odu görmürdün, tüstüdən bilirdin olur. Keçirsən, odu görürsən, olur əynül yəqin və ondan istifadə edirsən, ya düşüb yanırsan, ya qızınırsan, hər nədən, o ilə təmasda olursan, olur haqqül yəqin, yaşadın onu. Allah deyir ki, لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينَ əgər elm yəqininiz olsaydı, لَتَرَوُنَّ الْجَحِيمَ cəhənnəmi gözünüzlə görərdiniz. Elm yəqinə gəlib çıxana qədər istəməzsiniz ki, insan bir sağ-salamat gəlib çıxa bilsin. Onun bir yazısı, yolu, hardan dönmək lazımdır. Başdan başa onun yazısını, yolunu göstərir. Bəs bayaqdan nə danışır o? O deyir, biri gəlir, zakaz verir ki, bir dənə segah o, deyir, bayaqdan segah o. Onda keyfə baxmışım. Bəs bayaqdan həmən o işartıları görmək üçün, bayaq dedim, düzgün düşünmək lazımdır. Heç nə yox, birinci düzgün düşün, araşdır. Bu niyə belədir, o niyə belədir? Bayaq dedik axı, balaca uşaqdan soruşursan ki, öyrənmək yaxşıdır, öyrənməmək, daha doğrusu bilmək yaxşıdır, bilməmək. Hadi bilmək yaxşıdır da, Quran da deyir ki, bilənlə bilməyən birdir bəyən. Axı sən bilirsən ki, bu mümkündür də, sadəcə olaraq özümüzü əziyyətə vermirik, nəfsimizlə mübarizə aparmırıq. Uyuruq şeytana və həqiqətləri görə bilmirik. Və gördüyümüz həqiqətlər də bəzi məsələlər. Biz adiləşir, elə belə olmalıdır. Möcüzə axtarsan, hər addımın bir möcüzədir. Danışığın möcüzədir. Danışığın başqa bir varlıq var, danışmaqla anlaşsınlar. Heyvanlar danışa bilirlər? Yox. Sən oturursan, cəmaatı incəliklər, xırdalıqlar təhlil eləyirsən. Bu bir möcüzədir. Onun eşitməyi, başa düşməyi bir möcüzədir. Ondan zövq almaq bir alay möcüzədir. Niyə bu möcüzələri biz görmürük? Deməli, məsələ insanın özünün təfəkkür eləməyində. Bəli. Düzgün düşüncə, sağlam düşüncə və sağlam cəmiyyət, ideal cəmiyyət, nə edib bəhanə gəlməz, cavabı budur. Bu ideal cəmiyyət yoxdur.
Verilişimizin sonuna yaxınlaşırıq. Amma sizi ilə bu həngamələrin baş səbəbkarı kimi sayılan şeytandan danışmasaq, istəmirəm verilişimiz yekunlaşsın. Onu da bir yad eləyək. Verilişimizdə həm klassik ədəbiyyatda da toxuna bilərik şeytan məsələsinə, rəmzlərinə. Amma ümumilikdə istəyərdim sizinlə toxunaq. Şeytanın inkar eləməyi, sonra insanların onun arxasınca getməyi. Biz axı bayaq dedik ki, təkəbbür bütün günahların başıdır. Şeytanın da ilk günahı ilə təkəbbür oldu ki, Adəmi qəbul eləmədi. Adəmi qəbul etməmək, Allahı qəbul etməmək demək deyildi. Allah qəbul edirdi. Allah isə bizə dərs verir ki, məni qəbul etmək, mənim vəliyimi qəbul etmək deməkdir. İlk buradan başladı qığılcım. Ona görə biz baxmalıyıq ki, biz görəsən yaxşı adamları sevə bilirik. İçdən sevə bilirik. Keçmişdəki yaxşı adamları yox. İmam Hüseyin qurban olum, İmam Hüseyinə yox. Bugünün yaxşı adamlarını sevə bilirsən. Ən azından təhəmmül edə bilirsən. O hələ ən azından o ələ azıdır, sevməlisən. Sonra qorumalısan. Bu etapları keçmədən əvvəl təhəmmül eləməlisən, sonra sevməlisən, sonra qorumalısan, sonra onun uğrunda ölməlisən. Borcumdur hətta. Əlbəttə, səadətin buradadır. Allah Teala bunun üçün yaradıb. İnsanın bütün bədən üzvləri hərə bir funksiyası var, hərə bir işi var. Amma birdən səsküy qopan kimi, bir zəlzələ olan kimi bütün əzalar yığılır, başı müdafiə edir. İstər-istəməz özündən asılan olaraq əllər gedir başın üstünə ki, başı qoruyur. Bunu sənə heç bir kitabda deməyiblər. İstər-istəməz səsküy gələn kimi başını gizlədirsən. Bütün idarə etmə oradadır, aparat oradadır. Vəli odur, yol göstərən odur. Hamı fitri olaraq birləşir, səfərbər olub onu qoruyurlar. Allah Teala dünyanı da belə yaradıb. Və bu qanunlara zidd gedən şeytandır. Buradan azdıran şeytandır. Şeytan çox güclüdür. Şeytanın qaçmağın iki yolu var. Birinci, Allaha sığınmalısan. İkinci, ona qarşı qəzəbli olmalısan. Yəni o ilə kompromisə gəlim, şərikinə iş görək, bu dəfə xətrinə deyim. Heç vaxt olur. Heç vaxt balaca imkan verdim. Tək düşmən şeytandır. Deməzdim, şeytanın qoşunu var. Yəni şeytan anlayışı tək. Ən əsas da cəsusdur. Sənin öz içində olan cəsus. O da nəfsdir. Allah sən Cavidə rəhmət etsin. Onun ən böyük əsəri iblisdir. Dram əsəridir, özü də Əruzda. Kimdir dram əsərini Əruzda yazan? Sən Cavidə rəhmət deyil. Özünün orada iblis təqdim eləyir. Arif adlı orada bir personaj olur ona. Deyir, mən şimdi bir ateş fəqət əvvəlcə mələkdim. Diqqət elə sözə bax. Mən indi bir dənə odam. Əvvəl mələk idim. Mən şimdi bir ateş fəqət əvvəlcə mələkdim. Sözə bax. Həb xaliqə təsbih idi, təqdis idi, neyim? Virdim. Zikrim yox, zikr olmayıb onda. Dillə birdim. Onu da salıb ha. Zikrim də desəydi. Onsuz da elə zey qafiyədir. Amma zikrim də gedərdi. Virdim. İlk öncə mələklər məni təsdiq ediyordu. Adəm kimi bir sayğısız axır ləkə vurdu. İndi yerdə ağlına bax, deyir, alçalmadı, yüksəldi fəqət şöhrət-i şanım. Allah elə bir zikr olunur, namı nişanım. Və Arif o personajın fərqi nədir? Adama deyir də, insana deyir ki, Arif, mənə bax, sən demə, o hama qapıldın, vahimə. Biçarə çocuq. Çocuq da Arif, niyə? Çünki o Adəmdən də əvvəl oldu, biçarə çocuq, sən demə iblisə tapıldın. İndi sözə bax, deyir, dahilər, bütün dahilər. Ulul əzm, ulul əzm bir sözdə 5 peyğəmbər, ulul əzm nəbilər belə məndən. Heç vəcilə təxrisi giribon etəməzlər. Məndən yaxa qutara bilməyiblər. Hamısı ilə vuruşmuşam. Stajım var mənim. Sən məni unutursan, mən səni unutmuram. Mən hər yerdə varam. Deyir ki, İblis o böyük ad nə qədər calibi heyrət. Niyə? Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər kulbədə, kavşanədə, viranədə iblis, həb Kəbədə, bütxanədə, meyxanədə iblis. Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət. Hər kəs mənə aciz qul ikən, bəslərə davət, lakin məni təhqir edən ey əbləh-ü miskin. Olduqca mükəlləf sənə bil, nəfs-i lə'inün. Nəfsdən gerir. O cəsus o nəfsdir. İblisin insan içərisində bir cəsusu var. Olduqca mükəlləf sənə bil, nəfs-i lə'inün. Pəncəmdə dəmaqdən əzilib qıvrılacaqsan. Daima ayaq altında qalıb məhv olacaqsan. Niyə? Mən sizə əmin ol, sizə rəhbərlik edən var. Qan püskürən, atəş soğuran kinli krallar. Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər, altın və qadın düşkünü divanə bəbəklər, min hilə quran türki siyasilərə hər an, məzhəb ayıran, yol çıxaran, xadimi ədyan, din xadimləri, onlara da qat. Onlar, bütün onlar sizi çeynətməyə kafi, bəsdir. Kafi sizi qəhr etməyə, məhv etməyə kafi. Mən tərk edirəm sizlərə əl-an. Nə lazım? İstifa verir. Heçdən gələrək heçliyə getməkdə imasin. İblis nədir? Zümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis. Deməli, özü insan nədir? Kim nədir? Ona nədir də, yəni ki, heç o kim sualına da cavab vermir. O qədər gözəl bunu yaradıb ki, hər o incəliyinə toxunub ki, Allah rəhmət etsin ona. İblisin insanın içərisində olan cəsusu ki var, o şərait yaradır. Mən ki, misal çəkmişdim, o samolyot gəlib şəhərin ortasında tosatqı eləməyəcək, harada ona şərait yaradımsan, yəni binəyə eləyəcək, aeroport oradadır. Ona görə insanın nəfsi şərait yaradır şeytana, ondan sonra başlayır həngamə. Amma bütün istər nəfs ola, istər şeytan ola, bunların hamısı lazımdır. Niyə lazımdır? Mübarizə üçün. Bu mübarizə olmasa inkişaf olmayacaq. Bu mübarizə inkişaf üçün. Bizim bu podkast Baku layihəmizdə elə sizin kimi mötəbər qonaqları dəvət eləməyimizdə ən azından özümüzün inkişafımız üçün lazım. Təşəkkür edirəm sizə Allah razı olsun. Çox minnətdaram. Bizdə adət üzrə qonaqlar sağollaşır tamaşaçılarla. Mənim sözüm yoxdur. Mən xoşhalam sizinlə müsahibə apardığıma görə. Buyurun, sağollaşın tamaşaçılarla verişimizi yekunlaşdırın. Allah salamat eləsin. Allah köməyiniz olsun. Allahın amanında qalasın. Sağ olun.